Əsr surəsinin gətirdiyi mesaj o qədər vacibdir ki, onu özümüz öyrənməmiz, sonra da ailəmizə öyrətməmiz zəruridir. Və vallahi kədərli məqam budur ki, biz harasa tələsəndə namazı tezləşdirmək üçün hansı surəni oxuyuruq? Qısa Əsr surəsini. And olsun axıb getməkdə olan zamana. Həqiqətən insan ziyan içindədir. Sübhanallah, həqiqətən kədərli deyilmi? Oxuyuruq, amma nə oxuduğumuzu anlamırıq. Sözlərin ərəbcədən tərcüməsini bilsək də, mənasını dərk etmirik. Evlərimizdə divarda qızılı hərflərlə Əsr surəsi yazılan şəkillər asırıq. Düz onun yanında da ondan da böyük olan plazma televizorlar. Və yaxud da divarda Əsr surəsini asıb, həmin yazının altında divanda uzanıb saatlarla telefonda vaxt öldürürük. Subhanallah. Allahın bizə bəxş etdiyi ən böyük neməti, zaman nemətini boşa israf etdiyimizi və həqiqətən ziyan içində olduğumuzu dərk etmirik. Subhanallah. Rəbbimiz